Salam əziz izləyicilər, 6-cı sinif riyaziyyat 1-ci hissə, səhifə 83, 84 və 85-in çalışma həllərinə baxacaq. Birinci çalışmada təsvirdən istifadə etməklə cəmi tapın. A bəndində. -2 üzərinə gəl, -3. Təsvir nə deməkdir? Yəni, burada neçə ədəd qırmızı dairə var? 5 ədəd. Deməli, yazıram -5. Və yaxud da dairədən istifadə etmədən necə hesablamaq olar? 2 ilə 3-ü toplayırıq. Hər ikisi mənfi olduğuna görə qarşısına mənfi yazırıq. B bəndində. -3 üzərinə gəl, -4. Burada da 7 ədəd dairə olduğuna görə -7. C bəndində. -4 üzərinə gəlsin, -4. -8 eləyər. Çünki 8 ədəd dairə var. D bəndində isə -2 üzərinə gəl, -6. Yenə də -8 eləyəcək. Yəni, burada -8 ədəd dairə var və hər bir dairə mənfi olduğu üçün qarşısına mənfi yazılır və yaxud da 2 ilə 6-nı toplayırıq, qarşısına mənfi yazırıq. 2 yoldan birindən istifadə etməklə misalı həll edə bilərsiniz. Keçək ikinci çalışmaya. Ədədlərin modulundan istifadə etməklə cəmi tapın. Cavabı ədəd oxunda yoxlayın və bizə nümunə verib, həmin bu nümunəyə əsasən də biz çalışmaları həll eləyəcəyik. A bəndində. -2 üzərinə gəlsin, -7. -2-nin modulu bizə müsbət 2 verir. -7-nin modulu bizə müsbət 7 verir. 2 ilə 7-ni toplayanda 9 eləyirsə, deməli -2 və -7-ni toplayanda da -9 eləyər. İndi gəlin bunu ədəd oxunda göstərək. Məsələn, burada əgər -2 yerləşirsə, -2 üzərinə -7 gəlinirsə, bu -7 olduğuna görə sol tərəfə saymaq lazımdır. 7 ədəd. 1, 2, 3, 4, 5, 6, 7. 7 ədəd saydım, saxlatdım. Baxın bu tərəfə. İndi baxırıq. Bura -2-dirsə, bura olacaq -3, -4, -5, -6, -7, -8, -9. Deməli, 2-nin üzərinə -7 gələndə alındı -9. Keçək B bəndinə. -12 üzərinə gəlsin, -8 bərabərdir. -12-nin modulu müsbət 12 verir. -8-in modulu müsbət 8 verir. 12 və 8-i toplayanda müsbət 20 alınırsa, deməli -12 ilə -8-i toplayanda da -20 alınır. Ədəd oxunda da göstərək bunu. -12 məsələn burada yerləşsin. -13-ün üstünə 8 gələndə bu tərəfə, sol tərəfə 8 vaid saymalıyıq. 1, 2, 3, 4, 5, 6, 7, 8 vaid saydım. İndi yəni burada da yazıram, çıxırsın 8. İndi bu sonuncu saxlatdığım hansı ədədin üzərinə düşür tapmaq üçün -12-dən bir-bir sayacağım. -13, -14, -15, -16, -17, -18, -19 və -20. Həm ədəd oxunda yazılış doğru cavab alınır, -20 alınır, həm də bu formada yazılışla doğru cavab alınır. Keçək C bəndinə. -10 üzərinə gəlsin, -3 bərabərdir. -10-dan modulda müsbət 10. -3-dən modulda müsbət 3. 10 və 3-ü topladıqda 13 alınır. Deməli, -10 ilə -3 topladıqda da -13 alınacaq. İndi ədəd oxunda da bunu göstərək. -10-u burada qeyd edək. -10 üzərinə -3 gəliblər. -3. 3 vaid saysam 1, 2, 3 gəlib bura düşəcək. Oxu, biraz çox sürüşdürdüm. Saysaq əgər -11, -12 və -13-ə uyğun gələcək. Keçək onun digər bəndlərinə. İkinci çalışmanın digər bəndləri. 3 dənə yazmışdıq, D bəndində qalmışdıq. -7 üzərinə gəlsin, -7 bərabərdir. -7 modulda bizə verir. Bir dəqiqə. -7 modulda bizə verir müsbət 7. Və digər bu 7 də, bu -7 də bizə verəcək
Hər iki hissəsində 7 olduğuna görə bir dənə yazsaq kifayətdir. O zaman 7 ilə 7-ni toplayanda 14 eləyər. Mənfi 7 ilə mənfi 7-ni toplayanda da mənfi 14 eləyər. Ədəd 9 üzərində göstərsək, mənfi 7 burada yerləşir və bundan 7 vahid sayırıq. 1, 2, 3, 4, 5, 6, 7. Burada saxlatdıq. Mənfi 7. İndi bu ədədi, sonuncu ədədi təyin eləyək ki, hansı ədəddir? Mənfi 8, mənfi 9, mənfi 10, mənfi 11, mənfi 12, mənfi 13, mənfi 14. Hər dəfə bunu göstərirəm ki, yəni sizə də aydın olsun ki, sayma zamanı da ədəd necə təyin olunur. Mənfi 4-dən moduldan müsbət 4, mənfi 12-dən moduldan müsbət 12, 4 ilə 12-ni toplayanda 16, deməli mənfi 4 ilə də mənfi 12-ni toplayanda bizə verəcək mənfi 16. Ədəd 9 üzərində göstərək. Mənfi 4 burada yerləşir. Mənfi 4-ün üzərinə mənfi 12 vahid saymaq lazımdır. Üzərinə mənfi 12 gələndə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 gəlib bura düşür. Və bu da sonuncu ədəddə olacaq mənfi 16. İkinci çalışmanın həlləri. Keçək digər çalışmaya. Üçüncü çalışma. A bəndində. Toplama əməlindən istifadə etməklə uyğun misalı yazın və həll edin. Bir neçə cavabın doğruluğunu ədəd oxunda yoxlayın. Mənfi 3-dən 2 vahid solda. Solda deyirsə, deməli, mənfi 3-ün solunda yerləşən ədədlər ondan kiçik ədədlərdir. Yəni, mənfi 1 cavab alınacaq. Üzərinə gəlirik mənfi 2-ni. Bərabərdir. Cavabımız eləyəcək mənfi 5. Ədəd oxunda göstərsək əgər, məsələn, mənfi 3 burada yerləşir. Mənfi 3-ün üzərinə 2 vahid gərsəm, 2 vahid saymalıyam. 1, 2. 2 vahid sayanda gəlib düşəcək bura. Olacaq da mənfi 5. B bəndində. Mənfi 5-dən 3 vahid solda. Yenə sol düşsə üzərinə gəlirəm mənfi 3-ü. Bunu toplayanda eləyir mənfi 8. Ədəd oxunda göstərək. Mənfi 5 buradadır. 3 vahid sayıram. 1, 2, 3. Bura gəlib sürüşür. Və mənfi 6, mənfi 7, mənfi 8. Doğrudan da mənfi 8-in üzərinə düşür. 3-ün C bəndinə baxaq. Mənfi 14-dən 3 vahid solda. Yenə sol deyirsə, üzərinə gəlirik mənfi 3-ü. Cavabımız edir mənfi 17. Ədəd oxunda göstərsək, məsələn, mənfi 14 burada yerləşir. Bunun üzərinə 3 vahid gələndə 1, 2, 3, 3 vahid bu yana gələndə mənfi 15, mənfi 16, mənfi 17. Gəldi düşdü mənfi 17-nin üzərinə. D bəndində mənfi 20-dən 5 vahid solda. Yenə sol deyirsə mənfi 5 üzərinə gəlməliyəm. Eləyir mənfi 25. Ədəd oxunda isə bu formada göstəriləcək. Məsələn, mənfi 20 burada yerləşirsə, 5 vahid sayıram. 1, 2, 3, 4, 5. Mənfi 21, mənfi 22, mənfi 23, mənfi 24, mənfi 25. Doğrudan da bu nöqtə mənfi 25-ə uyğun gəlir. Bu da üçüncü çalışmanın həlləri. Bu da mənfi 25, bu da isə mənfi 20-dir. Dördüncü çalışma. Hesablayın və müqayisə edin. A bəndində. Mənfi 12 üzərinə gəlsin, mənfi 50 verib bizə və mənfi 55 verib. Bunu əgər biz hesablasaq, hər ikisi mənfidir. Mənfi 12 ilə mənfi 50-ni toplayanda bizə verəcək mənfi 62. Burada da mənfi 55. Mənfi 55 daha sağda yerləşdiyinə görə, yəni sıfıra daha yaxın yerləşdiyinə görə o böyük olacaq. B bəndində. Mənfi 32 üzərinə gəlsin, mənfi 13. Bu da isə mənfi 3-dür. 2 dənə mənfini toplayanda toplayıb qarşısına mənfi yazırıq. Mənfi 45. Bu da mənfi 3. Mənfi 3 təbii ki, sıfıra daha yaxındır və ya da daha sağda yerləşir. Ona görə də böyük olacaq. C bəndində. Mənfi 26 üzərinə gəlsin, mənfi 75. Burada isə mənfi 72 üzərinə gəlsin, mənfi 15. Bunları toplayanda bizə verəcək mənfi 26 ilə mənfi 75 toplayanda mənfi 101. Mənfi 72 ilə mənfi 15 toplayanda isə mənfi 87. Mənfi 87 daha sağda yerləşdiyinə görə, yəni sıfıra daha yaxın yerləşdiyinə görə böyük olur. Keçək digər bəndlərə.
4'ün D bəndində mənfi 23 üzərinə gəlinsin. Mənfi 87 və mənfi 96 üzərinə gəlsin mənfi 14. Mənfi 23 və mənfi 87-ni toplayanda mənfi 110 eləyər. Mənfi 96 ilə də mənfi 14 toplayanda mənfi 110 eləyər. Mənfi 110, mənfi 110 bunlar bir-birinə oldular bərabər. Keçək 4'ün E bəndinə. 4'ün E bəndində mənfi 125 üzərinə gəlsin mənfi 125. Digər tərəfdə mənfi 200 üzərinə gəlsin mənfi 12-dir. Bunları hesablayanda bizə verəcək mənfi deməli 250. Bunları isə hesablayanda bizə verəcək mənfi 212. Mənfi 212 daha sağda yerləşdiyinə görə bu tərəf böyük olacaq. 4'ün F bəndin buradan yazaq. Mənfi 201 üzərinə gəlsin mənfi 18. Mənfi 188 üzərinə gəlsin mənfi 73. Bunları toplayanda mənfi 201 və mənfi 18 toplayanda mənfi 219 eləyir. Mənfi 188 ilə mənfi 73 toplayanda isə mənfi 261 eləyir. Bu daha sağda yerləşdiyinə görə mənfi 219 mənfi 261-dən böyükdür və yaxud da deyir ki, mənfi 219 sıfıra daha yaxın. Yerləşdiyinə görə olur mənfi 261-dən böyük. 5-ci çalışma. Cəmi tapın. A bəndində 4 və mənfi 4'ün cəmi. 4 üzərinə gəl mənfi 4. Əks ədədlər. Əks ədədlərin cəmləri sıfırdır. Bu müsbətdir, bu mənfidir. Deməli 0 verəcək. B bəndində mənfi 7 üzərinə gəlsin 7. 7 bu mənfidir, bu isə müsbət 7-dir. Yenə cəmləri 0 verir. C bəndində mənfi 52 üzərinə gəlsin 52. Bu 52 mənfidir, bu 52 isə müsbətdir. Yenə cəmləri 0 verir. D bəndində 1001 üzərinə gəlsin mənfi 1001. Bu 1001 müsbətdir, bu 1001 isə mənfidir. Toplayanda yenə 0. E bəndində mənfi 63387 üzərinə gəlsin 63387. Bu ədəd birinci ədəd mənfidir, ikinci ədəd müsbətdir. Yenə toplayanda bizə verəcək 0. Deməli, əks ədədlərin cəmləri həmişə 0-a bərabər olur. 6-cı çalışmaya keçək. Boş xanaya uyğun ədədi müəyyən edin. 15 üzərinə gəlsin, boş xana yazılıb, bərabər 0-a. Deməli, burada mənfi 15 olmalıdır ki, bunların cəmləri 0 olsun. Çünki əks ədədlərin cəmləri 0 olur. B bəndində yenə boş xana yazıblar, üzərinə gəlsin 21 bərabər 0. 21 müsbətdir. Deməli, burada mənfi 21 olmalıdır ki, bunların cəmləri 0-a bərabər olsun. C-də mənfi 10 üzərinə gəlsin, boş xana bərabər 0. 10 mənfidir, deməli burada müsbət 10 olmalıdır ki, toplayanda 0 versin. D bəndində boş xana üzərinə gəl, mənfi 7 bərabər 0. Bu 7 burada mənfidir, deməli boş xanaya 7 yazılmalıdır ki, toplayanda 0 versin. E bəndinə baxaq. E bəndində biz birinci bunu sadələşdirək. Çünki modul da yazılır. Modulda mənfi 3-dən müsbət 3 çıxır, bərabər 0-a. Buradakı 3 müsbətdir. Deməli, içəriyə mənfi yazmalıyıq ki, mənfi 3 yazmalıyıq ki, mənfi 3 ilə müsbət 3-ü toplayanda 0 eləsin. Burada yazırıq mənfi 3. Da 6-cı çalışmanın həlləri. 7-ci çalışmada bizə deyir ki, təsvirdən istifadə etməklə cəmi tapın. Və bizə şəkillərlə verib, fiqurlu şəkillərlə verib, həmin fiqurlardan istifadə edib tapacaq. A bəndində mənfi 2 üzərinə gəlsin 4. Bu nə deməkdir? Deməli, bir dənə qırmızı, bir dənə mavi var. Bunları xətlədik. Bir dənə qırmızı, bir dənə mavi var. Bunları da xətlədik. Yerdə hansılar qaldı? Yerdə qaldı 2 ədəd müsbət mavi. Deməli, bunun cavabı bizə verəcək müsbət 2. B bəndində 3 üzərinə gəlinsin mənfi 4. Bunları da xətləyib. Bir dənə mavi, bir dənə qırmızı. Bir mavi, bir qırmızı. Bir mavi, bir qırmızı. Yerdə qaldı bir dənə mənfi, bir dənə qırmızı. Qırmızı da mənfi olduğuna görə, bir dənə qaldığına görə mənfi 1 yazmalıyıq. C bəndində mənfi 1 üzərinə gəlsin 5 bərabərdir.
Baxırıq. Bir dənə qırmızı, bir dənə mavi. Bunları xəttlədik. Yerdə qaldı 4 dənə mavi. Mavi də müsbət olduğuna görə müsbət 4 yazmalıyam. D bəndinin 4 üzərinə gəlsin. -6. Burada da xəttləyək. Bir dənə mavi, bir dənə qırmızı. Bir dənə mavi, bir dənə qırmızı. Bir dənə mavi, bir dənə qırmızı. Burada da bir mavi, bir qırmızı getdi. Yerdə qaldı 2 ədəd qırmızı. Qırmızı da mənfi olduğuna görə və 2 ədədi qaldığına görə cavabı yazırıq -2. Deməli, -2 ilə 4-ün cəmi 2 oldu. 3 ilə -4-ün cəmi -1 oldu. -1 ilə 5-in cəmi 4 oldu. 4 ilə -6-nın cəmi isə -2-yə bərabər oldu. 8-ci çalışma. Cəmi tapın və cavabı ədəd oxunda yoxlayın. Nümunə verib bizə. Bu nümunədən istifadə edib misalı həll edəcəyik. -3 üzərinə gəlsin 6. -3-ün üzərinə 6 gələndə, yəni 6 daha böyük olduğuna görə 6-dan çıxaram 3-ü, müsbət 3 yazaram. İndi gəlin bunu ədəd oxunda göstərək. -3 tutaq ki, burada yerləşir. -3-ün üzərinə 6 gələndə 6 vaid saymalıyam. 1, 2, 3, 4, 5, 6 vaid saydım. İndi -3-dən sonra hansı ədəd gəlir? -2, -1, 0, 1, 2, 3. Doğrudan da gəldi. Cavabımız alındı 3. Bunu da ox formasında göstərək. Buraya yazaq plus 6. Yəni üstün 6 gələndə 3 alınır. B bəndinə baxaq. 4 üzərinə gəlsin -5. Mən 4-ün üzərinə -5 gəldikdə bunu gəlin moduldan yazmağı da öyrədim. Moduldan 4-dən 4 çıxır. -5-dən moduldan çıxır 5. 5-dən 4-ü çıxıram. Bərabərdir 1. Hansı daha böyük idi modulca? 5 daha böyük idi. Deməli 5-in işarəsi yazılacaq burada. 5-in işarəsi də mənfidir. Cavabımız olacaq -1. Ədəd oxunda da göstərək. 4 tutaq ki, burada yerləşir. 4-ün üzərinə -5 gələndə biz onu sola sürüşdürməliyik. Sola 5 vaid sayıram. 1, 2, 3, 4, 5. Üzərinə gəlsin. Yaxud da çıxılsın belə yazaq, çıxılsın 5 yazaq. Bunu saysaq əgər 4, bura 3-dür, 2, 1, 0, -1. Doğrudan da -1-in üzərinə düşür. Keçək indi C bəndinə. C bəndində 7 üzərinə gəlsin -2 bərabərdir. Modulda 7 ilə bizə 7 verir. Modulda -2 2 verir. 7-dən çıxaram 2-ni 5 və 5 yazaram. Çünki burada modulda hansı böyük oldu? 7 böyük oldu. 7 də müsbətdir. Müsbətin işarəsi yazılmalıdır. Ədəd oxunda isə bu formada göstəriləcək. 7 buradır. Üzərinə -2 gəlinirsə əgər, deməli sola sürüşdürmək lazımdır 2 vahid. 2 vahid sürüşdürəndə baxın bu formada olur. 1, 2. Sürüşdü sola 2 vaid. Yəni -2. Bura 7-dir, 6. Burada düşür 5-in üzərinə. Doğrudan da cavabımız 5 alınır. Keçək D bəndinə. -6 üzərinə gəlsin 5 bərabərdir. -6-dan moduldan müsbət 6 çıxır. 5-dən moduldan müsbət 5 çıxır. 6-dan çıxaram 5-i 1. Və burada hansının işarəsi daha böyükdür? Mənfin işarəsi böyük olduğuna görə qarşıya yazılacaq -1. Yəni müsbət 1 yox, -1 yazırıq. Və onu ədəd oxu üzərində göstərsək, buradan göstərim. -6 buraydı. -6-dan 5 vahid deyirsə, 5 vahid deməli biz saymalıyıq sağ tərəfə. Çünki üzərinə 5 gəlib. 1, 2, 3, 4, 5 saydıq. Yəni üzərinə gəl 5. İndi bunu görək hansı ədədin üzərinə düşür. -6 buradadır. -5, -4, -3, -2, -1. Doğrudan da gəlir düşür -1-in üzərinə. Və 8-in sonuncu bəndinə baxaq. E bəndinə baxaq. -7 üzərinə gəlsin 3. -7-dən modulda müsbət 7 çıxır. Müsbət 3-dən elə 3 çıxır. 7-dən çıxaram 3-ü 4 eləyər.
Və burada hansının modulca daha böyük idi? 7 böyük idi. Deməli 7-nin işarəsi yazılmalıdır qarşıya. 7-nin işarəsi mənfidir. Mənfi yazılmalıdır. Cavabımız oldu mənfi 4. Ədəd oxu üzərində də yoxlayaq. Mənfi 7 tutaq ki buradadır. Üzərinə 3 gəlinirsə sağ tərəfə sürüşməlidir. 1, 2, 3. 3% sürüşdü sağ tərəfə. Və sayırıq. Mənfi 7 buradadırsa, mənfi 6, mənfi 5 və mənfi 4. Burada uyğun gəlir. Mənfi 4-ə. Da 8-ci çalışmanın həlləri. Keçək 9-cu çalışmaya. Hesablayın. A bəndində mənfi 13 üzərinə gəlsin 7. Bərabərdir. Modullarını tapaq. Mənfi 13-ün modulu müsbət 13-dür. 7-nin də modulu müsbət 7-dir. Böyükdən kiçiyi çıxırıq 6 və modulca böyük olan işarəsini yazırıq. Hansının daha çox böyüdür? 13 böyüdür. 13-ün işarəsi mənfi olduğuna görə buraya yazırıq mənfi 6. B bəndində mənfi 11 üzərinə gəlsin 18. Mənfi 11-dən moduldan 11 çıxır. 18-dən də moduldan 18 çıxır. Böyükdən kiçiyə çıxırıq. Bərabər 7 və böyük işarəsini yazırıq. Böyük ədəddə burada müsbətdir elə. Deməli müsbət 7 alınacaq. C bəndində 10 üzərinə gəlsin mənfi 2. Modulda 10 bizə 10 verir. Modulda mənfi 2 bizə 2 verir. Böyükdən kiçiyə çıxırıq. Ondan çıxırıq 2-nə 8 və böyük işarəsini yazırıq. Böyük işarəsi də müsbət olduğuna görə, yəni böyük ədəd burada 10-dur. Müsbət olduğuna görə biz elə burada müsbət 8 yazmalıyıq. 9-un keçək digər bəndlərinə. D bəndinə 32 üzərinə gəlsin mənfi 32. Bu əks ədədlərdir. 32 burada müsbətdir, bu isə mənfidir. Əks ədədlərin cəmləri bizə 0 verir. E bəndində mənfi 100 üzərinə gəlsin 106. Mənfi 100-dən moduldan müsbət 100 çıxır. 106-dan da moduldan elə 106 çıxır. Böyükdən kiçiyə çıxırıq. 106-dan çıxırıq 100-ü. Cavabımız eləyir 6. 6 yazırıq və böyük işarəsi qalır. Böyük də burada modulca böyük də budur. Bunun işarəsi ilə müsbət olduğuna görə müsbət qalır. F bəndində 15 üzərinə gəlsin mənfi 29. 15-in modulu 15 verir. Mənfi 29-un modulu 29 verir. Böyük olandan kiçik olanı çıxırıq. Eləyir 14. Hansı ədəd daha böyükdür? Modulca bu böyükdür. Deməli, bunda işarəsi mənfi olduğuna görə qarşıya yazırıq mənfi 14. 9-un keçək. 3 dənə bəndi qalıb, onları da yazaq. C bəndində mənfi 6 üzərinə gəlsin 20. Mənfi 6-dan moduldan 6 çıxır. 20-dən də moduldan 20 çıxır. Böyük olandan kiçik olanı çıxırıq 14. Hansının işarəsi, hansı modulca daha böyükdür? 20. 20-də işarəsi müsbət olduğuna görə müsbət 14 yazılmalıdır bura. H bəndində 13 üzərinə gəlsin mənfi 25. 13-dən moduldan 13 çıxır. Mənfi 25-dən moduldan 25 çıxır. Böyük olandan kiçik olanı çıxırıq 12 və qarşıya mənfi yazırıq. Çünki burada modulca böyük olan ədəd mənfidir. 25 mənfi olduğuna görə cavabın da qarşısına mənfi yazmalıyıq. İ bəndi mənfi 12 üzərinə gəlsin 5. Mənfi 12-dən moduldan çıxır müsbət 12. 5-dən də moduldan çıxır 5. Böyük olandan kiçik olanı çıxırıq 7. Və böyük olan ədədin işarəsini yazırıq. Daha doğrusu modulca böyük olanın işarəsini yazırıq. Modulca böyük olan ədəd 12-dir. 12-nin işarəsi mənfi olduğuna görə cavabın qarşısına yazılacaq mənfi 7. 9-un sonuncu bəndinə də yazaq. Elə buradan yazaq. J bəndində. Mənfi, daha doğrusu 150 üzərinə gəl mənfi 178. 150 üzərinə gəl mənfi 178. Mötərizədən bərabərdir. 150-dən modulda 150 çıxır. Mənfi 178-dən modulda 178 çıxır. Hansı daha böyükdür? 178 böyükdür. Böyükdən kiçiyi çıxıram. Cavabımız eləyir 28. 28-i yazırıq bura, amma qarşıya bir dənə mənfi atmalıyıq. Çünki modulca böyük olan işarəsi mənfidir. 178-in işarəsi mənfi olduğuna görə cavabımızın qarşısına da yazmalıyıq mənfi. Bu da 9-cu çalışmanın həlləri. 10-cu çalışmaya baxaq. A bəndində.
Təsvirlərə əsasən toplamaya aid misalları yazın. Misallar yazın. Boş xanalara uyğun ədədləri tapın. 60 üzərinə gəlinsin -3 yazıblar. Bərabərdir. Deməli, 60-ın üzərinə -3 gələndə bu 60 sürüşməlidir sol tərəfə. O zaman burada olacaq. Əgər bura 60-dırsa, bundan əvvəl olan ədəd 59, 58, bu da 57 olmalıdır. Deməli, boş xananın yerinə yazılmalıdır 57. B bəndində. -75, buraya yazaq boş xana. -75 üzərinə gəl. Burada 2 ədəd boş xana var. Baxaq görək hansı ədədlər yazılmalıdır. Bu sağ tərəfə gedibsə, deməli üstə gəlmə müsbət ədəd olmalıdır. Və neçə vahid gedib? 1, 2, 3 vahid gedibsə, bura müsbət 3 yazmalı. Yəni təkcə 3 yazsaq kifayətdir. Və -74 buradadırsa, bura -73, burada -72 olacaq. Və yaxud da bayaq yazdığımız misallardan. Modullarını tapıb, böyükdən kiçiyə çıxıb hesablama yolu ilə də yaza bilərsən. Amma burada ehtiyac yoxdur. Çünki təsvirin üzərində biz hesablamalıyıq. C bəndində baxaq. 102 üzərinə gəlsin. Yenə də 2 ədəd boş xana var. Burada sol tərəfə gedibsə, deməli, mənfi bir ədəd olmalıdır. Sayıram neçə vahid gedib? 1, 2, 3, 4, 5. 5 vahid gedibsə, -5 yazmalıyam. İndi bu tərəfi sayıram. 102, 101, 100, 99, 98, 97. Deməli, bura olacaq 97. Və yaxud da 102-nin üstünə -5 gəndə də hesablama qaydasından biz bilirik ki, cavab 97 eləyir. D bəndinə baxaq. -61 üzərinə gəlinsin boş xana bərabərdir. Bir dənə də boş xana var burada. -61. Əgər yenə sol tərəfə gedirsə, deməli, burada biz mənfi yazmalıyıq. Görə neçə vahid sürüşüb? 1, 2, 3, 4. -4. -4. 2 mənfini toplayanda biz bilirik ki, mənfi ədəd eləyir və bunları toplayıb qarşısına mənfi yazır. -65. Və yaxud da ədəd oxunda da hesablasaq əgər, -61, -62, -63, -64, burada da -65 eləyər. Bu da 10-cu çalışmanın həlləri. 11-ci çalışmaya keçək. Toplamanın xassələrindən istifadə etməklə cəmi tapın. Toplamanın biz bilirik ki, qruplaşdırma xassəsi var və yerləşmə xassəsi var. Yəni ikisindən istifadə edə bilərik. Əsasən burada 3 və yaxud da 4 toplanan olduğuna görə çalışacağız ki, qruplaşdırma üsulundan istifadə edir. Çünki yerləşmə üsulundan istifadə etsək, yəni bilirik ki, toplanan yer dəyişən cəm dəyişmir, bizə bir nəticə verməz. Başlayaq. Burada nömrə qoymayıblar, mən 1, 2 və s. yazacağım. 7 üzərinə gəlsin, -5, üzərinə gəl 5. Burada -5 ilə 5-i qruplaşdırmaq mənə daha sərf eləyər. Bunları mötərizəyə alırıq. -5-in üzərinə 5 gəndə, bunlar əks ədədlər olduğuna görə cəmləri 0-dır. 7-in üzərinə 0 gələndə də bizə verəcək 7. İkinci, -2 üzərinə gəl 4, üzərinə gəl 2. Burada 4-ü saxladıram, -2 ilə 2-ni qruplaşdırıram ki, cəmləri 0 versin. Əks ədədlər cəmləri 0, cavabımız elədi 4. Üçüncüsündə 8 üzərinə gəl -6, üzərinə gəl 9, üzərinə gəlsin -8. Burada 8 ilə -8-i qruplaşdıraq. -6 ilə də 9-u qruplaşdıraq. 8 üzərinə gəlsin -8, üzərinə gəl -6 ilə də 9-u qruplaşdıraq. Bərabərdir. 8 ilə -8-in cəmi bizə verir. Bu müsbətdir, bu mənfidir. Bizə 0 verir. 0 üzərinə gəlsin. -6-nın da üstünə 9 gələndə biz bilirik ki, hansı modulca daha böyükdürsə ondan kiçiyi çıxmaq lazımdır. Və ya aşağıda da yazaq. Yazaq belə. -6-dan 6 çıxırdı, 9-dan da 9 çıxırdı. Böyükdən kiçiyi çıxırdıq. 3 eləyirdi və böyün işarəsi yazılırdı. Qarşıya müsbət 3 yazılacaq. Deməli, 0 ilə da 3-ü toplayanda cavabımız eləyəcək 3. Dördüncü. 10 üzərinə gəlsin 1, üzərinə gəl -5, üzərinə gəlsin -7. Bunun qruplaşdırması bu formada asan da olar ki, müsbətləri bir qruplaşdıraq. 10-dan 1-i.
Mənfiləri də bir qruplaşdıraq. Mənfi 5 ilə mənfi 7-ni də bir qruplaşdıraq. 10 ilə 1-i toplayanda 11 üzərinə gəlir. 2 mənfini toplayanda da bizə mənfi verir. 5 ilə 7-ni toplayanda mənfi 12. Bərabərdir. Bunu hesablayanda bu formada hesablayırıq. 11-dən modulda 11, mənfi 12-dən modulda, yəni çıxanda 12 çıxır. 12-dən çıxıram 11-i, cavabımız 1 eləyir. Və hansı modulca hansı daha böyükdürsə onun işarəsi yazılır. Bu böyük olduğuna görə qarşıya yazılmalıdır mənfi 1. 11-in 5-incisi. Görək 5-incisində nədir? 21 üzərinə gəlsin mənfi 12, üzərinə gəlsin 12. Bərabərdir. Burada 21-i saxladaq. Mənfi 12 və 12-ni qruplaşdıraq. Çünki biri mənfi, biri müsbət əks ədədlərdir. Cavabı 0 verir. 21 ilə 0 toplayanda da yenə cavabımız olacaq 21. 6-cıda 18 üzərinə gəl mənfi 24, üzərinə gəl 24. Yenə 18-i saxladaq. Mənfi 24 və 24-ü qruplaşdıraq. Mənfi 24-ün üstünə 24 gəndə əks ədədlər olduğu üçün 0-dır. 18 ilə də 0 toplayanda bizə verəcək 18. Keçək 7-ciyə. 7-cidə 32 üzərinə gəlsin mənfi 3, üzərinə gəlsin 15, üzərinə gəlsin mənfi 7. Mənfiləri bir qruplaşdıraq, müsbətləri 1. 32 ilə 15-i bir qruplaşdıraq. Mənfi 3 ilə də mənfi 7-ni bir qruplaşdıraq. 32 ilə 15-i toplayanda bizə verəcək 47. Mənfi 3 ilə də mənfi 7-ni toplayanda bizə verəcək mənfi 10. Bərabərdir. İndi buradan 47-dən modulda 47 çıxır. Mənfi 10-dan da moduldan müsbət 10 çıxır. Böyük olandan kiçik olanı çıxırıq. Cavabımız 37. 37 yazırıq və modulca böyük olan ədəd burada 47 müsbət olduğuna görə cavabımız müsbət 37 olacaq. Və 11-ci çalışmanın sonuncu bəndini də yazırıq. 8-ci. 18 üzərinə gəl 37, üzərinə gəl mənfi 27, üzərinə gəlsin mənfi 10. Yenə mənfiləri 1, müsbətləri 1 qruplaşdıra bilərik. 18 ilə 37-ni qruplaşdıraq. Üzərinə gəl mənfi 27 ilə də mənfi 10-u qruplaşdıraq. 18 ilə 37-ni toplayanda eləyir 55. Üzərinə gəl. Mənfi 27 ilə mənfi 10-u toplayanda mənfi 37. Bərabərdir. 55-dən modulda 55 çıxır. Mənfi 37-dən də modulda 37 çıxır. Böyük olandan kiçik olanı çıxırıq. Cavabımız eləyir 18. 18-i yazdıq bura. Və elə müsbət 18 olacaq. Çünki modulca böyük olan 55-dir. 55-in də işarəsi müsbət olduğuna görə cavabımız müsbət 18 formasında qalacaq. Keçək 12-ci çalışmaya. 12-də isə bizə deyir müqayisə edin. Sağ və sol tərəf hesablayıb müqayisə etməliyik. Yenə də burada nömrələr qoymayıblar. Özüm 1 qoyacağım. 1, 2 və s. Mənfi 30 üzərinə gəl 50. Mənfi 21 üzərinə gəlsin 10. Artıq biz bunu modulsuz yaza bilərik şifahi olaraq. Mənfi 30 ilə 50-ni toplayanda biz buradan necə etməliyik? Modulca böyük olan 50-dir. 50-dən çıxıram 30-u, cavabımız eləyir 20. Burada isə mənfi 21 və 10. Toplayanda modulca böyük olan budur. 21-dən çıxanda 10-u 11 eləyir və qarşıya bir dərə mənfi atmalıyım. Əgər dərsi yaxşı mənimsəməyibsizsə, siz bayaq yazdığım, bayaq izah elədiyim kimi modulda yazıb sonra hesablaya bilərsiniz. Amma artıq ehtiyac yoxdur məncə. Çünki bu formada tapılır asan. 20 mənfi 11-dən böyük olacaq. İkincidə mənfi 2 modulda üzərinə gəlsin 5. Burada isə mənfi 2 üzərinə gəlsin 5 modulda. Bunun cavabı görək bizə nə verir? Müsbət çıxır, buradan da müsbət çıxır. Toplayanda 7 verdi. Burada isə mənfi 2 ilə 5-i toplayanda 3 eləyir. 5-dən çünki 2-ni çıxırıq. 3 eləyir. 3-dən də 3 çıxır. 7 və 3. 7 3-dən daha böyükdür. Deməli bu tərəf böyük olacaq. Üçüncüsündə 43 üzərinə gəlsin mənfi 125. Digər tərəfdə 127 üzərinə gəlsin mənfi 127. 43-ün üzərinə mənfi 25 gəlir. Biri mənfi, biri müsbətdir. Modulca böyük olan budur. 125-dən çıxıram 43-ü və qarşıya bir dənə mənfi yazmalıyam. Çünki modulca böyük olan işarəsi mənfidir. Bunu çıxanda eləyəcək cavabımız 82.
Biri mənfi, biri müsbət ədədi toplayanda 0 verir. 0 bütün mənfilərdən böyük olduğuna görə sağ tərəf daha böyük olacaq. Keçək dördüncüsündə. Dördüncüsündə mənfi 312, üzərinə gəl 72, üzərinə gəlsin mənfi 14 sol tərəfdə verib. Sağ tərəfdə isə mənfi 21, üzərinə gəl 91 verib. Bunu hesablayaq. Əvvəl iki mənfini toplayaq bunu hesablamaq üçün. Mənfi 312 ilə mənfi 14'ü toplayanda cavabımız eləyəcək mənfi 326. 326 üzərinə gəlsin 72. Burada da modulca böyük olan budur. Bundan bunu çıxıram. Amma qarşıya mənfi yazmalıyım çünki 326 mənfidir. Eləyəcək 254. Bunu tapdıq. Bunun cavabına baxaq. Mənfi 21 və mənfi 91. Biri mənfi, biri müsbət. 91'dən çıxaram 21'i. 70 eləyər. Modulda 70. 70'dən də 70 çıxar. Mənfi 254 və 70. Təbii ki 70 mənfi 254'dən daha böyükdür. 12'nin 2 bəndi qaldı. 5 və 6-cıya da baxaq. 13 modulda. Üzərinə gəl mənfi 13 modulda. Burada isə 13 üzərinə gəlsin mənfi 13. 13'dən modulda 13 çıxır. Mənfi 13'dən də modulda 13 çıxır. Toplayanda 26. Burada isə 13 müsbətdir. Bu 13 isə mənfidir. Toplayanda 0 eləyər. Modulda 0'dan 0 çıxır. 26 və 0. 26 0'dan böyükdür. 6-cıda. Mənfi 12 üzərinə gəlsin. Mənfi 6. Digər tərəfdə mənfi 12 üzərinə gəlsin. Mənfi 6 var. Bunu hesablasaq əgər mənfi 12'dən modulda müsbət 12. Buradan da modulda müsbət aldıq. Toplayanda 18 eləyir. 2 mənfidir. 2 mənfini toplayıb qarşısına mənfi yazmaq lazımdır. Cavab eləyir mənfi 18. Mənfi 18'dən 18 çıxır. 18 və 18. Bu isə bir-birinə bərabər alındı. 12-ci çalışma həllərdə bitdi. Keçək 13-cü çalışmaya. 13'də bizə deyir ki, səhər Bakıda havanın temperaturu mənfi 3 dərəcə olub. Culfada isə mənfi 6 dərəcə olub. Günortaya qədər Bakıda temperatur 4 dərəcə olub. Yəni, bunun üzərinə biz 4 dərəcəni gəlməliyik. 4 dərəcə olub. Culfada isə, daha doğrusu günortaya qədər Bakıda 4 dərəcə artıb, Culfada isə 8 dərəcə artıb. Bunun üzərində də 8 gəlməliyim. 8 dərəcə gəlməliyim. İndi bunların hər birini hesablayaq görə nə qədər eləyir. Mənfi 3'ün üstünə 4 gələndə müsbət 1 eləyər. Müsbət 1 dərəcə. Burada isə mənfi 6'nın üzərinə 8 gələndə müsbət 2 dərəcə eləyər. Hesablama qaydası da bundan əvvəlki misallarda hamısını ətraflı izah etmişəm. 4'dən 3'ü çıxıram 1. 4'ün işarəsi müsbət olduğuna görə müsbət 1 yazılır. 8'dən 6 çıxıram 2. 8'in işarəsi müsbət olduğuna görə müsbət 2 yazılır. Günortaya qədər harada daha temperatur daha yüksək oldu? Bakıda yoxsa Culfada? Deməli cavabımız yazırıq Culfa. Çünki Culfada temperatur oldu 2 dərəcə Selsi. Bakıda isə 1 dərəcə Selsidir, yəni ondan daha azdır. 14-cü çalışmaya keçək. Dəniz tədqiqatçısı batiskafla 100 metr dərinliyinə indi. 10 müxtəlif şəkillər çəkdikdən sonra daha 200 metr dərinliyə indi. Sonra batiskaf 310 metr yuxarı qaldırıldı və gəminin göyərtəsinə yerləşdirildi. Batiskafın vəziyyətlərini mənfi, müsbət ədədlərlə ifadə etməklə cavab verin. Birinci sualı deyir, batiskaf ən çox hansı dərinliyə indi? Deməli, 100 metr dərinlik deyirsə mənfi 100 yazmalıyıq. Üzərinə gəlinsin, daha sonra da 210 dərinliyə eləyib. Mənfi 100, üzərinə 200, mənfi 200 gəlirəm. Toplayanda da eləyəcək mənfi 300. Deməli, 300 metr dərinliyə. 300 metr dərinliyə. Dərinliyə indi. Ən çoxu 300 metr dərinlikdir. İkinci sualda isə soruşur ki, gəminin göyərtəsi dəniz səviyyəsindən hansı hündürlükdədir? Bu 300 metr dərinliyinə inmişdir. Sonra nə yazıb? Batiskaf 310 metr yuxarı qaldırdı. Yəni, üzərinə 310 gəlməliyəm. Bərabərdir. Bunu da hesablayarkən artıq biz bilirik ki, modulca böyük olan burada 310'dur. 310'dan 300'ü çıxmalıyam. Cavabımız eləyir müsbət 10. Yəni, gəminin göyərtəsi dəniz səviyyəsindən 10 metr